Hörmətli Nahid müəllim, dəyərli tədbir iştirakçıları, əziz qonaqlar və şəhid ailələri, xoş gördük hər birinizi. 10 may müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin doğum günüdür. Ulu Öndər Heydər Əliyevin anadan olmasından 103 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır. Onun nurlu və doğma siması göz önündə canlanır. Tədbirimizə başlamazdan əvvəl ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndiriləcək. Ardınca ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyik. Allah rəhmət eləsin. İndi isə Ulu Öndərə həsr olunmuş video çarpı izləyək. Heydər Əlrızıoğlu Əliyev mayın 10-da Naxçıvan şəhərində dünyaya gəldi. Naxçıvan Pedaqoji Texnikumunu bitirməkdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil alsa da, müharibə səbəbilə təhsilini yarıda qoymaq məcburiyyətində qalır. Bir müddət dövlət təhlükəsizliyi orqanlarında fəaliyyət göstərən Heydər Əliyev 1949-50-ci illərdə SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Sankt-Peterburqdakı rəhbər kadrlarının hazırlığı məktəbində təhsil alır. 1957-ci ildə hazırda Bakı Dövlət Universiteti kimi tanınan Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinin qiyabi şöbəsini bitirir. Növbəti ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Əks Kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini təyin olunur. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunur. Həmin ildə də general-mayor rütbəsini alır.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 1969-cu il iyulun 14-də Heydər Əliyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçir. 1982-ci il dekabrında siyasi büronun üzvü seçilən Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunur. Lakin bir müddət sonra büronun və baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verir. Dövlət İttifaqında onun sosial və səhiyyə sahəsində islahatları xüsusi yer tutur. Məhz onun təşəbbüsü ilə ilk kompleks diagnostika mərkəzləri yaradılmış və onun dəstəyi sayəsində Sovet cərrahları ilk açıq ürək əməliyyatlarını həyata keçirməyə icazə vermişdi. 22 il Azərbaycan SSR Ali Sovetinin və SSR Ali Sovetinin deputatı olan Heydər Əliyev 1990-cı ildə Azərbaycan SSR Xalq Deputatı və Naxçıvan Muxtar Respublikasının Xalq Deputatı seçilir. 1991 və 93-cü illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olaraq fəaliyyət göstərir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilir və 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlir. ...1998-ci il oktyabrın 11-də səslərin 76%-ni toplayaraq yenidən prezident seçilir. 2003-cü ildə yenidən prezidentliyə namizədliyinin irəli sürülməsinə razılıq versə də, səhhətində yaranan problemlərə görə namizədliyini geri götürməli olur. 2 ay sonra isə ümumilli lider Heydər Əliyev Amerikanın Cleveland klinikasında vəfat edir. Səsləndirdiyi böyük siyasətçi, kiçik hisslərə, xırda mənfəətlərə bağlanmaq olmaz fikri ulu öndər, Azərbaycan xalqının ümumilli lideri adlarını qazanmanın heç də asan olmadığına işarət edir. Heydər Əliyev sadə fəhlə ailəsindən siyasi xadimlik və dövlət başçılığına aparan yol uğrunda gedən yolda çəkilən bütün əziyyətlərin heç də əbəs yerə olmadığını göstərir. Heydər Əliyev Azərbaycan xalqının işgüzarlıq və motivasiya baxımından daim ibrət götürüləcək bir insandır. Hər bir adam üçün vətən onun evidir. Vətən onun kəndidir. Vətən onun torpağıdır. Vətən onun ölkəsidir. Azərbaycan bizim doğma vətənimizdir. 1000 il bundan öncə də bizim vətənimiz olubdur. Bu gün də bizim vətənimizdir. What is it? This is a piece of tile from the Mosque de Mecca. Bu Ağramdakı məsciddən bir hissəsidir. It is small, Balaca bir hissəsidir. but it is very important because it is representative of what we wish to restore. Amma bu balaca olsa da bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. I hope one day soon that the entire mosque will be back. Biz ümid edirik ki, bir gün gələcək o böyük məscidin özü tamamilə geri qayıdacaq. Rebuilt and the people able to pray. Və biz də onun bərpa olunmasında yardımcı olub, insanların orada dua etməsinə şərait yaradılmasına nail olacaq. Thank you very much. Ağdan kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşayabilmədik. Heç vaxt biz Laçınsız yaşayabilmədik.
Ölümünden 200 yıl sonra bir Şuşada Vaqifin məzarının üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu həm Vaqifin yaradıcılığına bizim münasibətimiz idi, həm də ki, ümumiyyətcə ədəbiyyata, şeirə, mədəniyyətə olan münasibətimiz idi. Azərbaycanda heç bir tarixi şəxsiyyətə məqbərə yox, ancaq şairə var, yazıcıya var. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Şuşanı görmək və qayıtmaq bu təkrar olunmaz bir his. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim. Bugün bir şeye kədərlənirəm ki, atam bu günü görə bilir. Ancaq bilirəm ki, onun uşaq, necə ki, bütün vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, bu azad edilmiş torpaqları görməyən minlərlə, 10 minlərlə məcburi köçkünlərin ruhu uşaqdır. Şəhidlərimizin ruhu uşaqdır. Biz şəhidlərimizin qanını yerdə qoymadık və əcdadlarımızın ruhunu şad edək. Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qoy şairlərimiz bulmasın. Bu yavaşlarımız kəsilməsin. Qoy şiramız sönmə. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Azərbaycan xalqına yaşasın sarsılmaz, əbədi, müstəqil Azərbaycan. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir. İndi isə Ulu Öndərlə bağlı çıxış etmək üçün sözü İsmailli rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyevaya verir. Hörmətli Nahid müəllim, hörmətli tədbir iştirakçıları, cəmiyyətlərin tarixi yaddaşında zamanın axarını dəyişən, xalqın kollektiv təfəkkürünə yeni istiqamət verən şəxsiyyətlər nadir hallarda yetişir. Azərbaycanın 20-ci əsr və sonraki dövrünün siyasi səlnaməsi məhz belə bir fenomenin
ümumilli lider Heydər Əliyevin irsi ilə bağlıdır. Bugün biz Azərbaycan xalqının böyük oğlu, müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünü böyük hörmət və ehtiramla qeyd edirik. Bu əlamətdar gün xalqımız üçün sadəcə bir tarixi gün deyil, həm də dövlətçilik tariximizin ən şərəfli səhifələrinin bir daha xatırlandığı mühüm bir gündür. 20-ci əsrin son 1/3-də Azərbaycan cəmiyyətinin tarixi seçimi məhz Heydər Əliyevin rəhbərliyi ilə formalaşmağa başladı. 14 iyul 1969-cu ildə Sovet Azərbaycanının siyasi rəhbərliyinə gəlişi ilə milli oyanış adlandırıla biləcək mürəkkəb, lakin ardıcıl proses başlandı. Totalitar sistemin ideoloji repressiya mexanizmlərinə baxmayaraq, o, Azərbaycancılıq məfkurəsinin institusional əsaslarını formalaşdırdı. İctimai şuurdakı qorxu baryerini aradan qaldırılması, milli kadr potensialının yetişdirilməsi, ana dilinin dövlət idarəçiliyində rolunun gücləndirilməsi, bütün bunlar gələcək müstəqil dövlətin fundamental dayaqları idi. Heydər Əliyev adı Azərbaycan xalqı üçün müstəqillik, güclü dövlətçilik, milli birlik və inkişaf anlayışları ilə sıx bağlıdır. O, bütün həyatını xalqına xidmətə həsr etmiş, ən çətin dövrlərdə belə Azərbaycanın maraqlarını hər şeydən üstün tutmuşdur. Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan bugün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Heydər Əliyevin həyat yolu zəngin və mənalı bir ömür yoludur. O, hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Respublikamızın inkişafı üçün mühüm addımlar atmışdır. Məhz həmin dövrdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. Respublikamızın bütün bölgələrində yeni müəssisələr yaradılmış, yollar çəkilmiş, məktəblər və mədəniyyət ocaqları tikilmişdir. Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Ulu öndər çox yaxşı bilirdi ki, bir xalqın gələcəyi onun təhsilindən və gənclərindən asılıdır. Buna görə də o, həmişə gənclərə böyük ümid bəsləyirdi. Minlərlə Azərbaycanlı gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi, gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Bugün Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlarda həmin siyasətin böyük rolu vardır. Əziz tədbir iştirakçıları, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz çox ağır sınaqlarla üzləşdi. Siyasi, qeyri-sabitlik, iqtisadi çətinliklər, Ermənistanın təcavüzü və daxili qarşıdurmalar ölkəmizi parçalamaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Xalqımızın taleyin ən böyük, ən çətin məqamında belə öz böyük liderə üz tutuldu. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Ulu öndərin qayıdışı ilə ölkədə sabitlik təmin edildi, dövlətçiliyin əsasları möhkəmləndirildi və milli həmrəylik yaradıldı. Onun siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutmağa başladı. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadı. Əsrin müqaviləsinin imzalanması ölkəmizin iqtisadi imkanlarını genişləndirdi. Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və gələcək inkişaf üçün möhkəm zəmin yaratdı. Bugün ölkəmizin iqtisadi gücü, həyata keçirilən böyük layihələr və sosial inkişaf məhz həmin uzaqgörən siyasətin nəticəsidir. Ulu öndər milli mənəvi dəyərlərimizin qorunmasına da xüsusi diqqət yetirirdi. O, Azərbaycan dilinin, milli adət-ənənələrin və mədəniyyətimizin yaşadılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, öz tarixini və milli kimliyini qoruyan xalq daha güclü olur. Azərbaycanın hər bir uğrunda Heydər Əliyev ideyalarının öz izi görünür. Azərbaycanın inkişafı, ordumuzun güclənməsi və xalqımızın birlik nümayiş etdirməsi Ulu öndərin müəyyən etdiyi siyasətin uğurlu nəticəsidir. Bugün isə həmin siyasət uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş,
beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər Azərbaycan xalqının birliyini, dövlətinə inamını və ordusunun gücünü bütün dünyaya göstərdi. Bu qələbə xalqımızın tarixində əbədi qürur səhifəsidir. Azad edilmiş torpaqlarda böyük quruculuq işləri aparılır. Şəhərlər, kəndlər yenidən tikilir. İnfrastruktur layihələri həyata keçirilir. Həyat yenidən canlanır. Bu proses Azərbaycanın gücünü və gələcəyə olan inamını bir daha sübut edir. Bölgələrimizin inkişafında da Heydər Əliyev siyasətinin nəticələri açıq şəkildə görünür. Doğma İsmayılı rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri, yeni məktəblərin tikilməsi, sosial layihələrin icrası və gənclərə göstərilən diqqət bunun bariz nümunəsidir. İsmayılı gəncləri bugün Respublikanın müxtəlif sahələrində qazandıqları uğurlarla ölkəmizi layiqincə təmsil edir, dövlətimizə dəyər qatırlar. Əziz gənclər, bizim üzərimizə böyük məsuliyyət düşür. Çünki gələcəyin Azərbaycanını quracaq olan məhz bugünkü gənclərdir. Biz Ulu Öndərin ideyalarını yaşatmalı, təhsili, vətənpərvər və dövlətdə bağlı vətəndaşlar olmalıyıq. Azərbaycanın gələcəyi bizim bilik və bacarığımızdan asılıdır. Vətənə olan sevgimizdən asılıdır. Hörmətli tədbir iştirakçıları, Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq böyük şəxsiyyətdir. Onun həyatı və fəaliyyəti gələcək nəsillər üçün örnəkdir. Ulu Öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanı qorumaq və daha da inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Ümumilli lider Heydər Əliyevin əziz xatirəsini bir daha dərin hörmət və ehtiramla yad edir, onun ideyaları daim yaşayacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, indi isə Heydər Əliyev adlı Mədəniyyət Mərkəzinin Niyal İnstrumental Ansamblının Ulu Öndərin 103 illiyinə həsr etdiyi konsert proqramlarını sizlərə təqdim edirik. Ansamblın bədii rəhbəri Nizami Babayev, rejissor Tofiq Babazadə. Çıxış edir ansamblın solisti Rövşən Teyyubov. Müşayiət edir Nizami Babayev. Nizami Hanım buyurun zəhmət olmasın. Çoxdan oxumadığım bir musiqidir. Nəbi Qəzvinin Ramiz Mürşidi, Ulu Öndərə həsr edir, gözəl bir əsəri. Çalışacağım ki, sizlərin qarşısında
gözün olmasın süresiz. Köyler ışık sana temiz. Oldu nurlu talebimiz, oldu nurlu talebimiz. Neşerci, neşerci, yanar renk, yanar renk, yanar renk, yanar İndi isə səhnəyə dövlətçiliyimizin ruhunu musiqilərdə yaşadan, məlahətli səsi ilə sənət zirvələrini qət edərək ömrünü mədəniyyətimizin inkişafına əsirmiş, dəyərli sənətkarımızı tərəqqi medallı, əməkdar mədəniyyət işçisi Sahibə Abdullayevanı alqışlarınızla dəvət edirik.
Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü Elman Mehdiyev. Balabanda Elbruz Məhərrəmov. Çıxış edir ansamblın solisti Ramil Salmanov.
Sultan oğlum ya, ben buyurdum oğlum ya. Çıxış edir ansambl solisti İntiqam İbrahimov. Çıxış edir Fazil Əzimov adına Şuşa Birinci Sənət Məktəbinin xor kollektivi. Xormeister Nigar Aşurova, konsertmeister Aygün Əliyeva.
Çıxış edir ansambl solisti Şanel Mustafayev. Çıxış edir Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Piralı Şıxiyev.
öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz bırakmışdır. Xalqımız bundan sonra da bu dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Hörmətli tədbir iştirakçıları, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbirimiz sona çatdı. Hörmətli məktəb direktorları, xahiş olunur siz zalda qalın, tapşırıqlar var.